Qəsəbədən çıxırlar, amma qayıda bilmirlər. Söhbət Dədə Qorqud və Bahar qəsəbələrindəki sakinlərdən gedir. Onlar hər gün kilometrlərlə əlavə yol qət etməli olurlar. 15-20 dəqiqə yolu biz çəkirik saat yarım, 2 saata yarım. Bura Zığ Aeroport şosesidir. Yolun sağ hissəsində Dədə Qorqud, sol hissəsində isə Bahar qəsəbəsi yerləşir. Bu qəsəbələrlə bu yol arasında məsafə bir neçə metr olmasına baxmayaraq, sakinlər qəsəbələrə daxil ola bilmirlər. Bunun üçün sakinlər bu gördüyünüz bu uzun yol vasitəsilə 5-6 kilometr yol getməli, daha sonra alternativ yoldan istifadə etməli olurlar. İnanırsınız, biz gedib hardan fırlanıb gəlirik. Bir dənə girişimiz, çıxışımız var, girişimiz yoxdur. Giriş üçün ya gərək gedib Höfsandan gələsən Bahara, Dədə Qorquda, ya da ki, nə bilim, Hals tərəfdən, Türkandan. Dədə Qorqud və Bahar qəsəbələrinin sakinləri deyirlər ki, nə əraziyə taksi gəlir, nə də təcili yardım maşını. Təcili yardım gələndə də əziyyət çəkirik, çox gec gəlirlər. Çağırırsan 2 saat, 3 saat təcili yardım gəlmir. Yəni, bu nə dərəcədə düzgündür? Yağış yağır, avtobus vəbşə gəlmir, işləmir. Bu vəziyyət vaxt itkisi ilə yanaşı əlavə yanacaq xərci də deməkdir. Buradan Qara-Qarayevə 1 saata gedir. Düz 1 saat nə qədər yol? 10 kilometr yol yoxdur. 1 saata gedirik, amma buradan Həz Aslanova, Əhmədli metrosuna 10 dəqiqəlik yoldur, bir dənə bu yolu açsalar. Yolumuzun çıxışı var şəhərə, amma yola qəsəbəyə giriş yoxdur. Yəni, mənim kimi də yüzlərlə adam həmişə gecikir. Əgər bu yol açılarsa, bizim üçün çox gözəl olar, bizim üçün çox asan olar. Bəs sözü gedən ərazidə dəyişiklik ola bilərmi? Məskunlaşmanın əhatə dairəsinə görə, yəni əhalinin sayına görə həmin trayektoriya üzrə bu keçid vasitəsilə təmin oluna bilər, yol tüzü vasitəsilə və yaxud həmin ərazi üzrə 2-3 zolaqdan ibarət olaraq köməkçi yolla həmin ərazi magistralının kənarında yerləşirsə, birbaşa giriş-çıxış təmin edilməlidir. Məsələ ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, vətəndaşlar rəsmi şəkildə müraciət edərsə, məsələ araşdırılıb cavablandırılacaq. Bəyim Mahir qızı Rəşad Əkbəroğlu, Fidan Səfər, SPAIS xəbər.